Bismillahirrahmanirrahim. Qonaq getmək sadəcə ziyarət deyil, qarşı tərəfə olan hörmətin, dostluğun və dəyərin bir göstəricisidir. Amma hər bir gözəl davranış kimi qonaq getməyin də öz ədəb qaydaları var. Əvvəlcə qonaq getmək üçün münasib vaxtı seçmək lazımdır. İnsanların iş güc saatlarında, gecə yarısı və ya çox səhər tezdən qapı döymək yaxşı qarşılanmaz. Ən gözəl yol budur ki, əvvəlcədən xəbər verib, ev sahibinin hazırlıqlı olmasına şərait yaradasınız. Qapıya çatanda israrla döymək ya da çox gözlətmək yerinə sadə və ədəbli davranmaq daha uyğundur. Evə daxil olanda gülər üzlə salam vermək, içəriyə pozitiv enerji gətirmək qonaqlığın gözəlliyidir. Qonaq olaraq bizdən gözlənilən ev sahibini çətinliyə salmamaqdır. Onun imkanına uyğun nə təqdim edirsə, minnətdarlıqla qəbul etmək, təmtəraq axtarmamaq ən gözəl davranışdır. Əsl qonaqpərvərlik sadəlikdədir. Qonaqlıqda da diqqətli olmaq lazımdır. Çox uzun qalıb ev sahibini yorğun salmaq ya da özünə ev sahibi kimi aparmaq doğru deyil. Ən gözəl qonaq odur ki, həm gəlişi sevindirici olsun, həm də gedişi rahatlıq gətirsin. Qonaqlığın sonunda təşəkkür etmək, ev sahibinə hörmət və xoş sözlərlə ayrılmaq isə münasibətləri daha da möhkəmləndirir. Unutmayaq ki, qonaqlığa getmək sadəcə yemək-içmək deyil. Bu, könüllərin bir-birinə bağlanması, mehribanlığın artması və münasibətlərin daha da möhkəmlənməsi üçündür.